Hər kəsə salam. DİM 20 variant sınaq imtahanından birinci qrup sınaq nömrə 12-nin izahına baxırıq. Birinci sualda. X halogeni üçün nə doğru deyil? Demək, halogenlərin aktivlik sırasında flor, xlor, brom, yod. Hər yuxarıda yerləşən özündən sonrakini duzundan sıxışdırıb çıxarır. Burada da bromdan sonra yalnız yod var. Brom yalnız yodu çıxara bilər. Demək, onda X yod imiş. Nə doğru deyil. Adi şəraitdə maye haldadır. Yod bərk haldadır. Bir yanlışdır. Həm oksidaşdırıcı, həm reduks edici olur. Bu doğrudur. Kükürdlə SX6 maddəsi əmələ gətirir. Bu səhvdir. Kükürdlə S floraltını əmələ gətirə bilir. Yalnız flor. Həm də yod kükürdlə reaksiya daxil ola bilmir. Su ilə reaksiyaya daxil, yəni burada 3 olur səhv. Su ilə reaksiya daxil olmur. Bəli, bu doğrudur. Yod su ilə reaksiya daxil olmur. 1-də olacaq C variantı. 2-də. Demək, su ilə reaksiyalar yazmalıyıq. Kalsium hidridin və barium. Barium su ilə reaksiyaya daxil olur. Alınır barium hidroksid və hidrogen. Əmsallaşdırsaq bura 2 yazırıq. Götürülən barium 2 moldur. Bu zaman ayrılan hidrogenin mol miqdarı X. Birindən isə 1, onda X bərabər olacaq 2. Kalsium hidrid. Su ilə reaksiya daxil olur, alınır. Kalsium hidroksid və hidrogen. Bura 2 yazsaq, burada 2 yazırıq, düzəlir. 1 molundan 2 mol, elə bizdən deyir ki, 1 molundan nə qədər su, nə qədər hidrogen ayrılar? 2 mol ayrılır. Yəni X-də 2, Y-də 2 toplasaq cəmi eləyir 4. 3-də anionlar verilmişdir. Hansı maddələr suda yaxşı həll olur? Sinkin SO4 ilə əmələ gətirdiyi çöküntüsü. Bu suda yaxşı həll olur. Yəni çöküntü deyil. Daha doğrusu sinkin SO4 ilə əmələ gətirdiyi duz suda yaxşı həll olur. Bizdən də yaxşı həll olanları istəyir, götürürük. Magnezium sulfatla da həmçinin çöküntü əmələ gətirmir. Yəni suda yaxşı həll olur. Sink karbon CO3 ilə, həmçinin magnezium CO3 ilə əmələ gətirdiyi karbonatlar, duzlar çöküntülərdir. Yəni suda pis həll olurlar. Olacaq X, Z, 3-də C variantı. Etil spirti üçün doğru ifadələri müəyyən edin. 425 dərəcədə sink oksid, alüminium oksid iştirakında eten əmələ gətirir. Bu səhvdir. Eten yox, butadiyen bir üçənin divinil əmələ gətirir. Bir yanlışdır. Sudan yüngüldür. Bəli, etil spirti sudan yüngüldür. Sinif daxili izomeri var. Bəli, sinif daxili izomer deyəndə biz etil spiritini yazırıq CH3, CH2, OH. Bunun biz quruluşunu dəyişib bir quruluş izomeri və s. yarada bilmirik. Yəni etil spiritinin sinif daxili izomeri yoxdur. Molekullar arasında hidrogen rabitəsi yaranır. Bəli, spiritdə molekullar arasında hidrogen rabitəsi var. Olacaq 2, 4, D variantı. 5-də. Barium hidroksid məhluluna hidrogen bromid məhlulu əlavə olunur. Reaksiyadan alınan duzun formulunu və kütləsini yazın. Barium hidroksid və hidrogen bromid. Barium hidroksid məhlulunun həcmi 200 ml, yəni litrə çevirsək 0,2 litr. Qatılığı da 2. Onda maddə miqdarını tapanda qatılığı həcmə vururuq 0,4. Hidrogen bromidin həcmi 0,2. Qatılığı da 2. Yəni burada da 0,4-dür. 0,4, 0,4. Biz ixtisar edəsək, görəcək ki, qalır bu 1-in 1-ə nisbətli. Yəni reaksiya 1-in 1-ə nisbətli gedibsə, 1 OH, 1 H-la. Baxın, burada 2 dənə OH var. OH-ın biri H-la, H2O çıxıb, H bitdi. Amma OH 2 dənə idi. OH-ın biri gedir, qalır biri. Barium OH. Bu brom da gəlir, onu birləşir. Yəni alınır barium hidroksid bromid. İndi bizdən alınan duzun kütləsini də istəyir. Demək, istəsək H brom, istəsək də barium hidroksid, hansını əsasən istəsək hesablamanı apara bilərik. Demək, barium hidroksidə əsasən gedək. Tutaq ki, 0,4 mol tapdıq ki, barium hidroksid reaksiya daxil olub. Bu zaman neçə qram duz alınır? X. 1 molundan da barium hidroksidin MR-ini hesablasaq 137 üzərinə
17 və bromun kütləsi 80-i gəlsək. 0.4-ə də vursaq 234 bu eləyir. Onda 0.4-ə vursaq 93.6 edəcək C variantı. 6-da oksigen və kükürt üçün ümumi olan. Demək, xlorla reaksiya daxil olur. Xlor oksigenlə reaksiya daxil olmur, amma kükürtlə reaksiya daxil olur. Alotropi şəkildəşməsi hər ikisinin var. Azot ilə reaksiyaya daxil olur. Azotla oksigen daxil ola bilir, amma kükürt yox. Çox atomlu bəsit maddə əmələ gətirir. Bu da doğrudur. Oksigen O2, kükürt S8 yaradır. Sonra 7. Hansı reaksiyalarda X maddəsi natrium hidroksiddir? Birincidə natrium hidroksid olur. Ki buradan natrium 2CO3 çıxır, qalır CH4. Bir doğrudur. Sonra CH2 xlor, CH2 xlor. Burada isə C2H4 alınıbsa əgər burada götürülən natrium hidroksid olmur. Burada kalium hidroksidin spirtdə məhlulu götürülür. C2H5OH. Buradan əgər aldehidə çevrilibsə, demək burada mis2 oksid var imiş ki, o oksidləşib. Sonra 4-də C6H5COO natrium. Bu benzolun alınma reaksiyasıdır. Buradan da yine natrium 2CO3 çıxır, qalır C6H6. Olacaq 1 ilə 4 C variantı. Sonra 8. Azot burada -3'dür. -3'dən gəlibdir. 12 elektron verib, yəni 4'ü vururuq -3'ə. Elə 12 elektron var imiş. 12'sini də verir. Gəlir, olur 0. 12 də nə idi? -12 idi burada. 12'sini verir, yəni üzərinə 12 gəlir, gelir 0. Demək, alınan maddə elə bir maddə olmalıdır ki, orada azotun oksijenləşmə dərəcəsi 0 olsun. Bu da ancaq D variantında mümkündür. Sonra 9. Kükürtlə reaksiya daxil olan maddələr. Silisium kükürtlə. Silisium S2. Alınan maddədə kükürdün oksijenləşmə dərəcəsi -2'dir. Yəni A bərabərdir -2. İndi A plus B, yəni -2 plus B bərabərdir 4'ə. B də bərabərdir 6'ya. Yəni kükürt hansı maddənin reaksiyaya daxil olar ki, orada oksijenləşmə dərəcəsi 6 olsun. Kalsiyumla kalsiyum S əmələ gətirir. Burada kükürt -2'dir. Florla S flor 6 alınır. Bu flor -1 olduğundan kükürt olur -6. Elə olacaq 9'da B variantı. Sonra 10'da. Fosfor 5 oksid su ilə reaksiyaya daxil olur. P2O5 su. Alınan turşunun kütləsini hesablayın. Demək, fosfor 5 oksid və su. P2O5'in kütləsini verib 71 qram. Biz onu mola çevirsək, P2O5'in emerinə bölərik, yəni 142. Eləyəcək 0.5 mol. Su da 27 qramdır. Onu da mola çevirsək, 18'ə bölürük, eləyir 1.5. Bunlar kəsirdən azad eləsək, hər tərəfi 0.5'ə bölsək. Bura 1 qalar, bura 3. Yəni 1 mol P2O5 3 mol su ilə birləşsin. Fosforun turşuları var, HPO3. Yəni fosfor 5 oksid su ilə reaksiya daxil olunda ya HPO3 alınır, ya H4P2O7, ya da ki H3PO4. Biz bir-bir bunların hamısını yazıb baxsaq, bu əmsallara uyğun şəkildə təbii ki uyğun gələn olacaq bu. Burada 2 açsaq, həqiqətən də sol və sağ bərabər olur. İndi alınan turşunun kütləsi. 1.5 mol sudan neçə qram turşu alınar? X. 3 molundan da bunun əmsal 2'ni vurur emerinə. 98'e. Buradan da elə X bərabər olacaq 98'e. B variantı. Sonra 11. Donmuş bir atomlu spirt molekulunda 4 karbon var. Əsas zəncirində isə 3 karbon var. Ümumilikdə 4 karbonu var. Əsas zəncirində 3 karbon yazaq. Qalan bir karbonu burada metil radikal kimi birləşdirək. Və bir atomlu birli spirtdir. Birli spirt o deməkdir ki, OH-ın birləşdiyi karbon bir karbonla əlaqələnməlidir. Hidrogenləri də düzəltsək, burada H, burada da H2.
İndi bizdən nə istəyir? Birinci, ikinci, üçüncü karbon atomlarının oksijeşmə dərəcəsi. Birinci, ikinci, üçüncü karbon. Birinci karbonumuz CH2OH birləşib ona. Karbona X yazaq. Hidrogen müsbət 1, oksigen mənfi 2, hidrogen müsbət 1. X plus 2 minus 2 plus 1 bərabər 0, X bərabərdir mənfi 1. Birinci üçün tapdıq mənfi 1. İkincidə. İkinci karbon atomumuz CH''dır. CH. Hidrogen müsbət 1, onda karbon olacaq mənfi 1. Üçüncüdə də CH3. Hidrogen müsbət 1, buna X yazsaq, X plus 3 bərabər 0, X də bərabər olur mənfi 3. Olur mənfi 1, mənfi 1, mənfi 3. Sonra 12. Azotun hidrogenlər reaksiya tənliyi verilib. 2NH3. Azot demək, azota görə sürət var. 0,2. Reaksiya gedən qabın həcmini tapın. V bərabərdir. C böl T'dən. C-nin yerinə yazırıq. N böl V vur T. V məlumdur. 0,2. Və burada N-nin yerinə biz həmişə onun sərf olunan miqdarını yazırıq. Baxırıq ki, qrafikdə azot 5-dən başlayıb gəlib 1-də dayanıb. Yəni 4-ü sərf olunubdur. V-ni bilmirik. T-ni də verib 40 saniyə. Buradan da V bərabər olacaq 2. D variantı. Sonra 13. Element verilib qısa elektron formulu. Əmələ gətirdiyi birləşmənin formulunu müəyyən eləməliyik. X 3s2, yəni metaldır. Bunun valenti, yəni qrupu 2-dir, valenti də olacaq 2. Qeyri-metalların birləşmədə göstərdiyi valentliyi isə valentliyi tapanda onun qrupunun nömrəsi 5-dir. 8-dən çıxırıq qrupunun nömrəsi, yəni 5-i. Qalır 3. İndi formulu düzəldirik. Olur X3, Y2, 13-də Y variantı. Sonra 14. Hansı reaksiyanın bütün məhsulları oksidlərdir? 14-də birinci reaksiyadan N2 və su alınır. Azot oksid deyil. Buradan isə alınır CO2, NO2, su. Buradan isə alınan bütün məhsulların hamısı oksidlərdir. 15. XNO3N. Parçalanan zaman bir bəsit 2 mürəkkəb maddə alınsın. Natrium qoysaq yenə. Natrium nitrat parçalananda natrium NO2 və oksigen alınır. Buradan bir bəsit bir mürəkkəb alındı. Bu uyğun gəlmir. Həmçinin kalsium nitrat da parçalananda alınır kalsium nitrit və oksigen. Buradan da bir bəsit bir mürəkkəb alındı. Litium nitrat parçalananda alınır litium oksid. NO2 və oksigen. Buradan alınır 2 dənə mürəkkəb, 1 dənə də bəsit, elə bu uyğun gələcək. 16. Demək, R1 və R2 radikallarını müəyyən eləməliyik. Demək, birinci reaksiyadan görürük ki, alınır 2,3 dimetil butan. Demək, butanı yazdım. 2-dən 3-də də metil var. Biz də bilirik ki, Würz reaksiyasında natrium halogeni götürür. Sonra halogenin çıxdığı yerdə radikal təkrar özünə birləşir. Biz bunu belə ortadan bölsək, demək bizim R1'imiz bu imiş ki, xlor çıxandan sonra bu gəlib ona təkrar birləşib. Yəni R1 oldu CH3, CH, CH3. Sonra ikincidə isə alınıb butan. Yəni CH3, CH2, CH2, CH3. Burada da natrium ortadan bölsək görürük ki, sağ-sol eynidir. Yəni natrium xloru götürüb bu R2 imiş ki, bu da təkrar gəlib özünə birləşib. Onda R2 də olur etil radikalı CH2, CH3. İndi R1 ilə R2-ni birləşdiririk. CH3, CH, CH3. Birləşdiririk etil radikalı CH2, CH3. Beynəlxalq nomenklaturaya əsasən variantlarda adlandırmalar görürük. İndi biz ona əsasən nömrələməni aparsaq radikala yaxın tərəfdə. Bu da olacaq 2 metil butan. B variantı. 17. Etilen və divinil. Etilen C2H4. Divinil C4H6. 1, 2, 3. 1 mol maksimum 1 mol birləşdirir.
Etilenin 1 molu 1 mol birləşdirir. Divinilin isə 1 molu 2 mol birləşdirir. Ona görə bu uyğun gələcəyi birinci. Qaz halındadır. Hər ikisi qaz halındadır. Molekulunda 6 hidrogen atomu var. Bu uyğun gəlir divinilə. Polimerləşir. Hər ikisi polimerləşəcək. Buna uyğun olaraq da cavabımız olacaq 17-də Y variantı. Sonra 18. Doymuş mürəkkəb efir. Yəni SN, H2, O2. Sigma rabitələrin sayı 10 dənədir. Onda biz sigma rabitə sayına əsasən eni tapa bilərik. Açıq quruluşlu maddələrdə ümumi atom sayından bir vahid əksik bizə verir sigma rabitəni. 3n plus 1 bərabər 10, n bərabərdir 3 olacaq. İndi biz quruluşu elə yazmalıyıq ki, orada 2 dənə metil qrupumuz olsun. Məsələn, turşu hissəsinə bir karbon yazsaq. Buradan eləsək olmur. Onda gəlin bu hissəyə CH3 yazaq. Burada CO, belə də olur. 3 dənə karbon var və 2 dənə də metil var. X maddəsinin adını oxusaq, metil asetat. 18-də olur B variantı. 19. Hansı maddə həm polimerləşir, həm də polikondensləşir? Bu olacaq formaldehid. B variantı. 20-də alüminiumun oksigende yanması. Alınır alüminium oksid. Əmsallaşdırsaq, bura 2, bura 3, burada 4. Kütləsi X-dir. Və bizə verib yanma reaksiyasının istilik effektini 3200. X qram alüminium yanan zaman 160 kilojol istiliyi ayrılır. Bəs alüminium nə qədərdir bizim reaksiyamızda? Əmsalı 4, kütləsi 27. Bu zamanda görür ki, 3200 kilojol istiliyi ayrılır. Buradan da X də bərabər olur 5, 10-da 4-ə. 21. X aqreqat halı, maye, X ilə Y-in əmələ gətirdiyi qarışıq distillə ilə ayrılırsa, Y mayedirsə, onda X də mayedir. Və distillədirsə, bu qarışığın növü olur eyni cinsli. 21-də olacaq D variantı. Hansı reaksiyada X maddəsi sinkdir? Sink su ilə reaksiya daxil olmur. Sinkdir və burada amfoter metaldır. Amfoter metallar da məsələn sinkdir, berilyumdur, alüminiumdur. Onlar qələvi məhluluna reaksiya daxil olub duz əmələ gətirir. Amma burada formul ona uyğun gəlmir. Bu alüminiumla olan formula uyğun gəlir. Sinklə olanda burada formul natrium 2xO2 olmalıydı. Ona görə bunu götürmürük. Yəni reaksiya getmiş olsa da alınan maddə formula uyğun gəlmir. Bizdən sink, yəni o formula uyğun gəlməlidir. Yine sink suyuna reaksiya daxil olur. Amfoter metalda amfoter metal olmur. Yox, daha doğrusu metalın özü olur, oksidi olmur. Və suyuna reaksiya daxil olan zaman da oksid əmələ gətirir. Sonra burada ferin plus sink SO4. Elektrokimyəvi gərginlik sırasında dəmir sinkdən sonra yerləşdiyi üçün onu sıxışdırıb çıxara bilmir. Sink duru sulfat turşusuyla əksində reaksiya gedir. Burada yazıb getməyib. Ona görə olacaq 22-də C variantı. Sonra 23. XOH2-nin tam termik parçalanması zamanı bərk qalğın kütləsi 20% azalırsa, XOH2 parçalanırsa, buradan alınır onun oksidi və su. Əmsallaşdırsaq, əmsala ehtiyac yoxdur. Bərk qalğın kütləsi 20% azalır. Demək, biz ilkin bərk maddəmizin, yəni XOH2-nin kütləsini bilmirik. Tutaq ki, o A qram götürülübdür. Və 20% azalma var. Azalma reaksiyadan alınan suya görə olur. Yəni A-nın 20% azalır, yəni 0.2 A sərf olunur. Yəni 0.2 A-sı azalma olur. A qram XOH2 götürülmüşdür. Bu zaman 0.2 A azalma suya görə olub. Burada biz X-in kütləsini bilmirik. Ora X yazaq. OH2-də olur 34. Buradan da 18 qram su alınır. Tənasüb həll eləsək 18A bərabərdir. 0.2A vurulsun. X plus 34. Buradan A'lar gedir. 18 bərabərdir. 0.2 X plus 6, 10-da 8. X də bərabər olur 56-ya.
Biz X-i tapdıq 56. İndi bizdən X fluor 2-nin nisbi molekul kütləsini istəyir. Mr X fluor 2. X-i tapdıq 56. Fluorun kütləsi 19-dur. 2-yə də vururuq 38. Cəmi də eləyir 94. 24. Məhlulun həcmi, sıxlığı, kütlə payı verilmişdir. Duzun kütləsini tapmalıyıq. 24. Məhlulun həcmi məlumdur. Sıxlığı da məlumdur. Onda biz burada məhlulun kütləsini tapa bilərik. Həcmi 500-ü vururuq sıxlığa. 500-ü vursaq 1, 10-da 2-yə bu eləyəcək 600. 600 qram məhlulun kütləsidir. Məhlulda da duzun kütlə payı 20%-dir. Yəni 600-ün 20%-ni tapsaq. Eləyəcək 120. 25. Karbon və silisiumdan ibarət qarışıq. Karbon, silisium. Hidrogenlə reaksiyaya daxil olur. Hidrogenlə reaksiyaya silisium daxil olmayacaq, karbon daxil olur. Alınır buradan CH4. 6 mol hidrogen reaksiyaya daxil olanda görə neçə qram karbon reaksiyaya daxil olur? X. 2 moluna da 12. Buradan da X bərabər olacaq 36-ya. Yəni ilkin qarışığımız 60 qram idi. Onun 36 qramı karbonsa yerdə qalan 24 qramı da olur silisium. Bizdən ilkin qarışıqda silisiumun kütlə payını istəyir. İlkin qarışıq 60 qram idi. Orada 24 qram silisium var idi. 24 də 60-ın 40%-ni təşkil edəcək. Sonra 26. Hansı reaksiyalardan alkin alınır? Alkin deyirsə, birincidə kalium hidroksid spirtə məhlulu ilə buna təsir göstərsək, buradan alkadiyen alınacaq. Biri götürmürük. 2-də alınır. Sonra. Yox, 2-dən də alınmır. Daha doğrusu 2-dən alken alınacaq. Sonra kalium hidroksid spirtə məhlulu ilə biz əgər dihalogenli törəməyə təsir göstərirsə, onda baxırıq. Orada halogenlər qonşu karbonlarda olmalıdır. Bunu da burada görürük. Kalsium karboninin də su ilə reaksiyasından kalsium hidroksidinə C2H2, yəni asetilin alınır. O da alkindir. Olur 3-4. 27. 1 mol X kalium hidroksidinə reaksiya daxil olan zaman 2 mol hidrogen ayrılır. Demək, ümumiyyətlə ilk olaraq biz kalium hidroksidlə reaksiya daxil olmayanları variantlardan çıxartsaq. Natrium, dəmir, bunlar kalium hidroksid məhlulu ilə reaksiyaya daxil olmayacaq. Digərləri isə valentinin 1 molu, valentinin yarısı qədər miqdarda hidrogen ayrılır. 1, 2, 3. İndi 1 molu, sinkin valenti 2-dir. Silisiumun 4, alüminium da 3-dür. Sinkin valenti 2-dir, onun yarısı 1-dir. Yəni 1 molu, 1 mol hidrogen ayrılacaq. Bu uyğun gəlir Z-ə. Sonra silisium valenti 4-dür. 4-ün yarısı 2. Yəni 1 mol, 2 mol hidrogen ayrılacaq. Bu uyğun gəlir X-ə. Alüminium valenti 3-dür. 3-ün yarısı 1,5. Yəni 1 mol, 1,5 mol hidrogen ayrılacaq. Bu da uyğun gəlir ikinciyə. 1B, 2D, 3A olacaq. Sonra 28. Buten 2 molekulda sigma rabitələr sayı sp3s, sp2s və sp3sp2. Yəni hansı sigma rabitələr sp3 sp2-dən, hansı sp3s-dən, hansı da sp2s-in örtülməsindən yaranıb. Buten 2-ni yazsaq. Hidrogenləri də açıq şəkildə düzək. Bu karbon sp3. Bu sp2. sp2, sp3. sp3, sp2-ni görək harda örtüb sigma rabitələri. Biri burada, biri də burada. Bu oldu 2 dənə. Birinci uyğun gəlir 2 dənə. Sonra sp3s. Bu sp3'dür. sp3s'i 1, 2, 3, 4, 5, 6, 7 örtüb. Sonra sp2s. sp2s'i də 1, 2 yerdə örtüb.
29. Kalium xlorat plus fosfor alınır. Kalium xlorid və P2O5. Əmsallaşdırın və oksidaşdırıcının əmsalını yazın. Xlor müsbət 5-dən xlor mənfi 1-ə. 6 elektron, fosfor 0-dan fosfor müsbət 5-ə. 5 elektron, yerlərini dəyişirik. 5, 6, 5-i bura yazarıq. 6-nı bura, onda bura 5, burada 3. Bu əmsallaşdırdı. Bu birinci. Oksidləşdirici də oksidləşmə dərəcəsi azalandı. Yəni burada olacaq xlor. Kalium xlorat olur oksidləşdirici maddəmiz. Onun da əmsalı olacaq 5. Bu da olur ikincinin cavabı. Sonra 30. Metil amin və metan. Xlorid turşusu məhlullə reaksiyaya daxil olub. Metil amin CH3 NH2. Metan. Metan H-xloruna reaksiya daxil olmur. Amma metil amin xlorid turşusu ilə reaksiya daxil olur. Buradan alınacaq CH3, yəni birləşmə reaksiyası gedir. CH3 NH3 xlor. Demək 400 qram 7,3 faizli xlorid turşusu məhlulu verilib. Yəni 400-ün 7,3 faizi nə qədər eləyəcək? 29,2 qram H-xlor sərf olunub. Görək bu zaman neçə litr metil amin alınar? Birinci bizdən reaksiya tənliyini istəyir, onu yazdıq. Demək 29,2 qram H-xlor reaksiyaya daxil olanda neçə litr metil amin alınır? X. H-xlorun emeri 36,5. Əmsal yoxdur, heç nəyə vurmuruq. Bu zamanda 1 mol, yəni 22,4 litr metil amin reaksiyaya daxil olur. Buradan da X bərabər olacaq 17,92. Bizdən ilkin qaz qarışığında metanın həcm payını istəyir. Biz tapdıq ki 17,92 litr metil amin var imiş. CH3 NH2 17,92 imiş. Metan isə şəkildə görürük ki çıxıbdır. Nə qədər? 4,48. Yəni reaksiya daxil olmayıbdır, o çıxıb oradan. 4,48 litr də buradadır. Metanın həcm payı deyirsə, sürətə metanı yazırıq 4,48. Məxrəcə də ümumi həcmi, yəni 17,92 ilə 4,48-in cəmi, yəni eləyir 22,4. Faiz dediyi üçün 100-ü də vururuq. Bu da eləyəcək 20%. Bu da olur ikincinin cavabı.